Salam əziz izləyicilərim, sizi yeni bir videomla salamlayıram. Bu günləri şəhərə çıxmışdım, yəni Xırdalana getmişdim qızlar. Orada İran mağazini var, 120'nin yolunda, Apparka çatmamış. Qızlar, çox gözəl mağazadır. Mən hər zaman oradan yəni alış-verişimi edirəm. Yolumun üstü olduğu üçün hər zaman oradan edirəm. Bu dəfə də elə yenə də oradan keçirdik. Yenə də oradan biraz eve elə böyük bir şeyler almadım, amma üstünüze sağlıq yas yerinə gedirdik. Oradan elə şirniyyat düyü, İran düyüsü mənim ən sevdiyim düylərdən biridir. Yəni oradan bazarlıq elədik, belə deyim, elə getdik. Dedim bir sizlər üçün də qısa da olsa bir çəkiliş edim qızlar. Mən buranı çox sevirəm. Xırdalan məni izləyənlərdən, yəni o zonada yaşayanlardan, Xırdalan bölgələrində yaşayan, yəni ora yaxın olanlardan gedib mağazaya baş çəkə bilərlər. Çox mən İran mağazalarına yəni çox getmişəm. Yəni o neçə ki o getdiyim mağazalardan belə deyim, mənə elə gəlir ki, ən ucuz mağaza buradır. Çox sevdim qızlar. Mən hər zaman yenə deyirəm ki, bu mağazaya getmişəm, yolumun üstü olduğu üçün hər zaman da xırda da nə olsa da belə yəni alıram. İndi də gördüyünüz kimi sizlərə də çəkiliş etdim. Yuyucu tozlara, şampunlara, bayzamlara, baxım məhsullarını da sizlər üçün paylaşdım qızlar. Yəni baxıram, yəni münasib qiymətədir. Yenə deyirəm, başqa mağazalardan bu mağazadan mənim yəni heç bir reklam ya təmənnam yoxdur. Sadəcə bir mağaza olaraq çox xoşuma gəlir. Ona görə də dedim, xahiş elədim özlərindən, icazə verdilər. Çəkilişə çəkdim, dedim sizlərlə də paylaşım. Qızlar, bu septin yəni mən pervolunu işlətmişəm. Qara paltarlar üçün çox gözəldir, çox yaxşıdır, xoşuma gəlir. İndi bu dəfə düzdür, başqa yerə gedirdim deyən, ona görə çox evə başqa nə, yəni uyucu vasitələri ala bilmədim. Amma bir günləri inşallah gedəcəm sizlərlə birlikdə yenə çəkiliş edib, yenə də evə lazım olan məhsullardan alacağım. Kilo ilə də yəni paraşoklar var idi. Hər qiymətə var. 1 manat 90 qəpiyə də var. 3 manata olan da var. Yenə dediyim kimi hər qiymətə, yəni hər cürə paraşok, hər cürə duru mayələr də var. Bu da qızlar namaz üçün xalçadır. 11 manata idi. Yaxşı idi, qalın idi. Qızlar baxdım, gördüm. Xoşuma gəldi. Yəni materialı da yaxşıdır. Materialları yaxşı idi qızlar. Burada da yenə dediyim kimi şampun, paraşok bir bölməsi, şampun, paraşok belə bir şeylərdir. Bir bölməsi, amma yəni şirniyyat, yəni hər bir şey tapa bilmək olar. Quru yəni şirniyyat olsun, çərəzlər olsun, istər balları olsun. Mən sevdim qızlar. Mən hər zaman belə deyim, bu ədviyyatları da buradan alıram. Pul biber kimi var. Ümumiyyətcə nə istəsəniz həmən mağazadan tapa bilərsiniz. Yenə dediyim kimi Xırdalanda yaşayanlar, yəni o istiqamətdə yaşayanlar, 120'nin yolunda yaşayanlar Afa yaxın yerdədir. Yəni gedib ala bilərlər. O birisi İran mağazalarından qiymətlər çox fərqlidir. Burada da qızlar 1 manatlıq dəyərində konfetlər olsun, istər ədviyyatlar olsun, çəkib qoyublar. Yazılıb ki, nə götürsən 1 manat. Yəni kimin büdcəsinə uyğundur, o büdcəyə uyğun ala bilər. Mən yəni 1 manatlıqdan da götürdüm. Düzdür, biraz uşaqlar abur-cubur götürdülər. Yenə dediyim kimi evə çox elə bir şey almadım. Əsas buradan götürdüyüm chia toxumu idi. Bir də uşaqlar abur-cubur istəmişdilər, onları götürdüm. Marmalat da var qızlar. Hər bir, yəni kilo ilə paçkalarda belə şirniyyatlar, hər cürə şirniyyatlar var. Kim nə istəsə oradan tapa bilər, ala bilər. Yəni kakaosundan belə, vanilindən belə, yəni orada tapmaq olar. Darçını, hili, zəncəfiri, hər bir şey. Bu konfetlər də qızlar sərfəlidir. Belə paçkalarda, yəni sərfəlidir. Kim istəsə yenə dediyim kimi götürə bilər. Bunlar da quru
ərzaqlardır. Çaylar da var qızlar. Yəni zövqə görədir. Zövq kimin yəni büdcəsinə nə uyğundur, o büdcə ilə ala bilər. Düyülərini çox sevdim qızlar. Biz aldıq ora qonaq getdiyimiz yerə apardıq. Çox ətirli düyüsü var. Yəni çox gözəl ətirli. Yəni pişməmiş hələ, yəni düyünün ətri gəlir, belə deyim. Ballar, quru cipsidir. Yəni mərcidir, qreçkadır. Bunlar hamısı yəni var. Kim nə istəsə oradan tapa bilər. Çəkdim, dedim sizlərə də maraqlı olar. Bilirəm ki, xanımlarımız belə videoları sevirlər. İstər təmizlik vasitələri olsun, belə istər də şir-şirniyyat, abur-cubur kimi, yəni mağazaları da bilirəm xanımlarımız sevir. Yəni kimlər də istəsələr gedib, yəni zövqə görə nə istəsələr götürə bilərlər. Qızlar, pişmaniyələr var idi, 3.50, yəni həcmindən asılı idi. Baxdım, çox xoşuma gəldi. Bunların özü də həmişə pişmaniyələri yaxşı olur. Belə bu cürə şirniyyatları yenə dediyim kimi münasib qiymət idi. Mən qiymətləri də baxdım, müqayisə etdim. Çünki həmişə də etmişəm o birisi mağazalardan. Qiymətlər fərqlidir. Kim özünə uyğun, büdcəsinə uyğun nə istəsə seçə bilər. Burada da demirəm uşaqlara biraz bir ki abur-cubur. Qızlar, bu sorma konfetdir. Belə paketləyib qoyublar. Belə 1 manata aldım. Amma içində də xeyli var. Yəni çox yaxşıdır, sərfəlidir. Marketlərdə onu 10 qəpikdən aşağı vermirlər. Amma belə almaq daha sərfəlidir. Bir də chia toxumu almışam qızlar. Arıqlamaq istəyirəm. Dedim, istəyirəm biraz diyetaya oturam. Chia toxumundan. Burada yenə dediyim kimi uşaqlar özlərinə nə bilim abur-cubur götürüblər. Özləri sevdikləri abur-cuburdan. Bir dediyim kimi 1 manatlıq chia toxumu götürmüşəm. Bir də bunu obadan götürdüm qızlar. Baxıram YouTube'da hamı alır. Kentin karbonatıdır. Mən də istəyirəm biraz diyetaya oturam. Dedim mən də sınayım. Həmişə chia toxumundan edirdim. O yaxşı idi, amma bu karbonatla heç istifadə etməmişəm. İndi dedim mən də sınayım, görüm necədir, yəni təsiri varmı? İnşallah təsiri olarsa da sizlərlə də bölüşərəm. Bunu yol üstü qızlar elə keçən dəfə aldırmışdım bibim qızına. O yoldan elə götürdüm əmim qızından. O da ona gətirib çatdırmışdı. Çerez gəzə-gəzə. Yəni pastelim axır ki əlimə gəlib çatdı. Mən belə rəngli pastelləri sevirəm qızlar. Yəni deyirsiniz bəlkə də qırmızı getdikcə yəni rəngi solacaq, amma solsa belə, amma mən sevirəm. Elə baha almamışdım qızlar. TikTok'dan bir səhifədən götürmüşdüm. Razin tərəfdə idi. Ora bizə uzaq olduğu üçün bibim qızına tapşırmışdım. Sağ olsun, alıb göndərmişdi. Materialı da xoşuma gəldi. Əslində 20 neçə manatdan endirim idi. Nəsə bayram vaxtı idi, kampaniyaları idi. Endirimə qoymuşdular. Dedim elə, gördüm, tez dedim. O da alıb göndərmişdi, sağ olsun. Materialı dediyim kimi qızlar. İndi işlədəndə bilərəm, amma belə yəni pis materialda deyildi. Xoşuma gəldi. Bilmirəm sizlər qızlar videomu bəyənərsiniz, bəyənməzsiniz. Bəyənərsə like atmağı, yorum yazmağı, fikirlərinizi hər birinizin yorumlarda gözləyirəm. Siz də İran mağazalarına yəni gedirsinizmi, sevirsinizmi o mağazanı? Bir də belə deyim, bu rəng pastelləri, bu rəngdə olan mən sevirəm bu rəng pastelləri. Sizlər necə qızlar? Sağ olun, Allah amanında qalın.